Herkese salam. Alice Pro kanalında çok sevimli ilk 5'lik rubrikasını izləyirsiniz. Baxmayaraq ki, Hollywood filmlərinə milyonlarla pul xərclənir və filmi təcrübəli rejissorlar çəkir. Lakin diqqətli izləyicilər o filmlərdə də səhv tapa bilirlər. Bugün sizə filmlərdə olan səhvləri göstərəcəyik. Hazırsınız? Onda biz başladıq. Alice Pro TV bizim əyləncə və oyun kanalımızdır. Hər birinizi abunədə görmək bizim üçün xoş haldır. Abunə olun dostlar. Terminator 3 filmində gözə çarpan çox böyük səhv var. Təyyarənin nömrəsinə diqqətlə baxın. N30-35C. Qəhrəmanlar həmin təyyarəyə oturub uçurlar. Lakin bir neçə saniyədən sonra göydə təyyarənin nömrəsi dəyişir. Tom Cruise'un çəkildiyi Sonuncu Samuray filmində baş qəhrəman öz ordusuna atla yaxınlaşır və atdan düşən zaman at əskərlərdən birini təpiklə vurur. Bu epizod rejissorların gözündən qaçsa da, montajçılar zərbə səsini yığışdırıb. Çox tanınan Transformer filmindən sizə 2 kobud səhv göstərəcəyik. Baş qəhrəman maşına oturanda maşının nömrəsi yerindədir. Lakin kadr dəyişir və həmən nömrə nədənsə yoxa çıxır. Üstəlik elə maşının şüşəsində də kameranın ştatifi görsənir. Növbəti səhv isə atışma epizodunda çəkiliş heyətinin kadra düşməyidir. Görəsən, onların orada nə işi var? Farsaj filmində çox səhvlər olub. Onlardan 3-ünü sizə göstərəcəyik. Sürücünün geyiminə fikir verin. Qarar başqa bir neçə saniyədən sonra qara maykaya çevrilir. Qəribədir. Və yenə oxşar bir səhv. Vin Diesel qısa qol paltarda əlini çıxardır çölə. Lakin kadr dəyişir. Təmiz başqa rəng və uzun qol paltar. Kadr təzədən dəyişir və yenə qısa qol ağ paltar. Bəlkə bu heç onun əli deyildi. Gəlin baxaq görək bu polis nə yazır. Axı elə bil ondan əvvəl həmin vərəqdə yazıblar hər şeyi. Polis sadəcə yazının üstündən qələm aparır. Çoxlarının sevdiyi və baxdığı Batman filminin 3-cü hissəsi Türk dilində Batman Qara Şövalye yükseliyor filmi. Gözlənilən nəticə verməyinə baxmayaraq kinoda səhvlər də çox olub. Onlardan biri isə diqqətlə baxsaz, dalaşanların onlara toxunmadan yıxılmaqlarıdır. Çox gülməli görsənir. Artıq abunə sayımız 20.000-dən çoxdur. Çox sağ olun dostlar. Hər birinizə sonsuz təşəkkürlər. Bugünlük isə bu qədər. Kanalımıza abunə olmağı və videolara like qoymağı unutmayın. Hələlik.